Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Sizi növbəti Tek Nəsli podkastında xoş gördük. Bugün mən Xəyalə Fətullayeva və mən Leyla Seyidzadə. 4-cü sənaye inqilabı texnologiyalar sahəsində bütün sahənin tətbiqi, bu sahələrin ümumiyyətlə ölkədə araşdırılması, beynəlxalq təcrübələrin ölkəyə gətirilməsi və s. işlərdən məhsuldur və eyni zamanda 4SIM Dünya İqtisadi Forumunun Azərbaycandakı nümayəndəliyidir. Women in Tech təşkilatı beynəlxalq təşkilat 50-dən çox ölkədə fəaliyyət göstərir və artıq 2 son ildir ki, Azərbaycanda da fəaliyyət göstərir. Women in Tech təşkilatının əsas məqsədi qadınların tech sahəsində, STEM sahəsində iştirakını artırmaqdır. Bugün çox maraqlı bir mövzuya toxunuruq. Mövzumuz kiber təhlükəsizlikdir. Bildiyimiz kimi son illər bu sahədə ölkəmizdə çox böyük hücumlar var. Hücumlar istər fərdi şəxslərə, ayrı-ayrı fərdlərə, insanlara, istərsə də qurumlara və yaxud şirkətlərə baş verir. Bunu nəzərə alaraq biz çox maraqlı bir qonaq və bu sayədə çox böyük təcrübəsi olan birini dəvət etmişik podkastımıza. Bugünkü qonağımız Prosos şirkətinin rəhbəri Babək bəydir. Babək bəy, xoş gəlmisiniz. Xoş gördük, çox sağ olun. Babək bəy, xoş gəlmisiniz. Çox təşəkkürlər. Tek Nəsli podkastına. Əlbəttə ki, biz Tek Nəsli niyə deyirik? Çünki biz hamımız Tek Nəslik, tek dövründə yaşayırıq və əlbəttə ki, hansısa faydaları görürük. Amma bəzən mənfi cəhətləri də görürük və mənfi cəhətlərdən biri həmin bu kiber təhlükədir, hansından ki, biz çox eşitmişik, hamı onu danışır, amma görünməyən bir təhlükədir, çünki kiber təhlükəsidir. Hətta onu da deyim, Women in Tech təşkilatının nümayəndəsi olaraq onu da qeyd edim ki, qadınlar daha həmin o təhlükədən çox qorxur və ona görə də bu onların tech sahəsinə girməməsinə doğrudan da bir bariyerdir. Yəni ki, bir bariyer kimi qeyd olunur fərqli tədqiqatlarda. Amma biz yəni ki, qadınları qoyaq bir qırağa, çünki təhlükə hamı üçün təhlükədir və mənim ilk sualım bundan ibarətdir. Kiber təhlükə ümumiyyətlə nədir və niyə bu qədər vacib mövzu sayılır? Çox sağ olun hər ikinizə və hər iki təmsil etdiyiniz təşkilata dəvət üçün təşəkkür edirəm və ortaya qoyulan mövzu üçün də ayrıca minnətdaram. Çünki dediyiniz kimi dövrün müasir çağırışlarından biri və getdikcə birinci rolunu oynayır. Xüsusilə texnoloji sahədə getdikcə artan tələb və texnologiyanın ayrı-ayrı sahələrdə istifadəsini nəzərə aldıqda. Dediyiniz kimi texnologiya onu istifadə edənlər üçün bir zövqdür. Zövq gətirən hər bir şeyin bir təhlükəli tərəfi də vardır. İnsanlar, biz 4-cü sənaye inqilab mərkəzindən danışdıq, amma ondan əvvəlki 1-ci, 2-ci, 3-cü sənaye inqilabında da tətbiq etdiyi innovasiyalarla əldə etdiyi nəticələr insanların həyatını daha da asanlaşdırmaq üçün tətbiq edilən vasitələrdən ibarət idi. Amma bunların da gətirdiyi müəyyən çağırışlar oldu ki, faydasını götürdükdən sonra bu çağırışları ortadan qaldırmaq üçün insanlar, toplum müəyyən cəhdlər içərisinə girdi. Ən sadə misal, düzdür, bu təyin edilərkən və ya kəşf edilərkən hərb sənayesi üçün təyin edilməmişdi, amma nüvənin parçalanması və zənginləşdirilməsinin fonunda, uranyumun zənginləşdirilməsi fonunda kimsə onun atom silahına çevriləcəyini və bütün dünya üçün bir çağırışa çevrilə biləcəyini təxmin bilə bilməzdi. Eyni şey texnologiya üçün keçərlidir. Kiber təhlükəsizlik nədir sualınıza gəldikdə isə kiber təhlükəsizlik və ya kiber təhdid haqqında danışdığınız və müasir dövrün nəslimizin içərisində yaşadığı texnoloji cəmiyyətdə texnologiyanın verdiyi limitsiz imkanların doğru olmayan və ya yaxşı niyyətlə əlaqəli olmayan istifadə formasıdır. Belə düşünək ki, dünyada müxtəlif anlayışlarda mühitlər vardır. Bugün biz cəmiyyətin müxtəlif mühitlərini, cəmiyyət həyatını qanunvericiliklə tənzimləyirik. Tənzimləməyəcəyimiz təqdirdə daha böyük çağırışlarla üzləşəcəyimizi də bilirik. Dövlətlər və ya beynəlxalq təşkilatlar bu tənzimləmələri həyata keçirərkən əsasən bu prinsiplərdə əsas tuturlar ki, fərqli niyyətlərə, daha çox yaxşı niyyətlərə sahib olmayan insanları etdikləri mənfi əməllərə görə cəzalandıra bilsinlər və ya bu cəza mexanizmini tətbiq edərək bu hərəkəti etmək istəyənləri etməkdən çəkindirsinlər. Eyni ilə bunu virtual mühitə tətbiq etdikdə kiber fəza və ya kiber mühit də bu fiziki olaraq toxunula bilməyən, amma texnoloji inkişaf nəticəsində formalaşmış, limitsiz, ucu-bucağı olmayan bir məkandır və bu məkanda bu məkanın qaydalarını, texnologiyanı istifadə etməyi kifayət qədər yaxşı bilən insanlar
niyyətlərindən asılı olaraq onu qorumaq və yaxşı məqsədlər üçün istifadə etmək və ya pis niyyəti olduqda onu daha fərqli məqsədlər, şəxsi mənfəəti üçün istifadə etmək qabiliyyətinə sahib olurlar. Bugün kiber təhdidlər məhz bu niyyətlərdən irəli gələrək şəxslər və ya qruplar formasında, yəni şəxsi haker və ya qrup formasında hərəkət edən haker dəstələri vasitəsilə icra edilən və şəxslərin, az əvvəl Xəyalə xanım dediyi kimi, individualların və ya qrupların, eyni zamanda dövlətlərin informasiya sistemlərini təhdid edən məhfumların bütünüdür. Niyə 3 elementə bölürük? Az əvvəl dediyiniz kimi, fərdi qaydada xanımlar və ya bəzən bəylər kiber hədənin və ya kiber təhdidin qurbanı olduqdan sonra artıq texnoloji sahədən daha uzaq qalmağa çalışırlar. Çünki bu onlarda bir travma roluna çevrilir. Şirkətlər uzun müddət sahib olduqları verilənləri, dataları qısa bir müddət ərzində kiber hücum nəticəsində itirə bilirlər. Bu işin müəssisə səviyyəsindəki kiber hədəsidir. Təbii ki, ən böyük elementi isə dövlətlərdədir ki, biz artıq dünyada hibrid müharibə modelini artıq bir neçə 10 illikdir ki, görürük. Dövlətlər digərlərinə ancaq fiziki olaraq yox, həm də kiber məkanda hücum edərək onların müdafiə qabiliyyətini məhv etməyə və yaxud azaltmağa çalışırlar. Babək bəy, siz qeyd elədiniz ki, texnologiya sürətli inkişaf etdikcə bu da öz növbəsində kiber hücumların artması deməkdir. Bəs son bir ildə, bir neçə ildə ən çox insanların qarşılaşdığı bu ümumi olan kiber hücumlar hansılardır? Əgər insanların qarşılaşdığı hücumlardan danışırıqsa, yəni fərdlərin qarşılaşdığı hücumlardan danışırıqsa, fərdlər əsasən bizim dediyimiz phishing olaraq adlandırdığımız şəxsə yönəlmiş e-mail və ya sosial platformalar üzərindən, messengerlər üzərindən göndərilmiş linklərə və yaxud keçidlərə klikləməklə əldə edilən şəxsi məlumatların oğurlanması prosesidir. Yəni, fərdi qaydada ən çox edilən hücumlar insanları sosial mühəndislik və phishing yolu ilə razı olmadıqları halda öz məlumatlarını, daha doğrusu bilmədən razılıq verərək öz şəxsi məlumatlarını, fərdi məlumatlarını bölüşməsi və bunun fonunda onun təhdid edilməsi üçün qarşı tərəfə özünə aid olan konfidensial məlumatları, şəkilləri və ya informasiyaları ötürməsidir. Bu olduqca geniş yayılıb, çünki bir quruma və ya dövlətə hücum etmək şəxsi hücum etməkdən daha mürəkkəbdir və daha ağırlı prosesdir. Amma şəxslərə hücum etmək bəzən şəxslərin özünün də xəbəri olmadan bu tələyə düşməsi nəticəsində, doğru addım atmaması nəticəsində daha ciddi təhlükələrlə üzləşməsinə gətirib çıxarır deyə phishing atakları və ya phishing hücumları hal-hazırda kiber cinayətlər içərisində və ya kiber təhdidlər içərisində ən çox yayılanıdır. Amma biz fərdlər üzərindən getməsək, bütün kiber təhdidlər üzərindən hərəkət etsək, dünyada ən çox nəticələrə gətirib çıxaran, ən ciddi nəticələrə gətirib çıxaran və son 10 ildə kiber hücumlar içərisində birinci yerdə olan hücum tipi hələ ki malware hücumları dediyimiz hücumlardır ki, bu da arxa qapısında və ya backdoorunda mütləq şəkildə bir doğru və ya elan edilməyən bir proqram təminatının və ya hansısa bir alətin yazıldığı, kodun yazıldığı bir software vasitəsilə kompüter və ya kompüterlərin bağlı olduğu sistemin, şəbəkənin ələ keçirilməsi və ya infekt edilməsi ilə təmin edilir ki, bunun da ayrı-ayrı qruplar tərəfindən aktiv olaraq tətbiq edilməsi artıq adi bir hala çevrilmişdir ki, bu dünyada da malware üzərindən hücumları həyata keçirən qrupların içərisində ən böyüyü ransom qruplarıdır ki, bunlar artıq iri-iri korporasiyalar və hətta dövlətləri təhdid edə biləcək bir vəziyyətə gəlib çıxmışdır. Dolayısıyla sualınıza cavab ən çox qarşılaşılan hücumlar malware hücumlarıdır, sosial mühəndislik üzərinə hücumlardır və phishing hücumlarıdır. Bu sualın davamını gətirmək istəyirəm, Leyla xanım, icazənizlə. Mən son dövrlər görürəm ki, o qədər bu kiber hakerlər, bu kiber hücumları çox professional şəkildə edirlər ki, bəzən e-mailləri ayırd etmək olurdu ki, bunlar bu kiber hücumdur. Ancaq son vaxtlar onu o qədər professional şəkildə kopyalayırlar ki, yəni e-mail adresi professionalcasına, saytları professionalcasına çox çətindir onlara ayırd etmək. Burada istifadəçilər nəyə konkret fokuslanmalıdırlar və bir də bu proses əgər növbəti etaplarda nə olur? Əgər kiber hücumun bilmirsə və akses verirsə öz məlumatlarına, yükləyirsə nəyisə, proses olaraq növbəti nə baş verə bilər qorxulu? Sualınız iki hissədən ibarətdir. Birinci hissəsinə gələk ki,
bir-birinə o qədər oxşayır artıq real və qeyri-real e-maillər və ya ciddi və qeyri-ciddi e-maillər. Bunları ayırd etmək üçün nə etmək lazımdır? Əgər biz korporasiyalardan danışırıqsa, artıq qanunvericilik də, hətta şirkətlərin və ya təşkilatların daxili reqlamentləri də şirkət rəhbərlərini, qərar vericiləri məcbur edir ki, öz əməkdaşlarını dövrü olaraq kibertəhlükəsizliklə bağlı maarifləndirmə təlimlərinə cəlb etsinlər, onları müvafiq materiallarla təmin etsinlər. Burada fərdi qaydada hər kəsin, internet artıq resurs olaraq limitsiz bir resursdur, fərdi qaydada hər kəsin girib öz bilik və bacarığını artırma ehtimalları, daha doğrusu imkanları var. Amma bunun üzərində şirkətin özünün də bir korporativ məsuliyyəti olduğu üçün bütün əməkdaşlarını bu prosesə cəlb edir və bilgiləndirmə, məlumatlandırmanı maksimum artırır ki, bu e-maillər arasındakı fərqi bu sahədə işləməyən şəxs ayırd edə bilmirsə belə ən azından gərəksiz linklərin üzərinə klikləməsin. Bu işin birinci tərəfi. Fərdi qaydada bu necə ortadan qalxacaq? Təbii ki, məlumatlığın daha da artmasıyla, xüsusilə bölgələrdə kiberməkan və kibertəhdidlərlə bağlı məlumatlı olmayan şəxslərin bu tip hədələrə və ya bu tip tələlərə daha tez düşməsi halları getdikcə artır. Bu isə tədricən artan daha doğrusu təhdidlərin fonunda kiberməlumatlılığın artmasını zaten məcburiyyətə çevirir. Buna görə də artıq universitetlərdə, daha sonra orta məktəblərdə, informatika dərslərində uşaqlarımıza informasiya mühitinin yaratdığı təhlükələr, hədələrlə bağlı daha artıq məlumat verirlər ki, az əvvəl Leyla xanım da dedi, artıq nəsil yetişərkən texnoloji proseslərə hazır yetişirlər. İşin ikinci məqamına gəldikdə isə sonrakı etap nə olur? Məlumatlar ələ keçirildi. Çox sadə, əgər bu məlumatın qarşı tərəf üçün bir əhəmiyyəti varsa və ya o məlumatların üçüncü tərəf və ya tərəflərə açıqlanmasının məlumatını itirən, könüllü olaraq o məlumatı qarşı tərəfə ötürən şəxs üçün reputativ, cəmiyyətin gözündə və ya cəmiyyətin nəzdində gözdən düşmə elementləri varsa, böyük ehtimalla bu təhdid artıq effektiv olacaq və bu məlumatları itirmiş və ya bilmədən bu məlumatların başqasına ötürülməsinə şərait yaratmış şəxs o məlumatların sızmaması üçün qarşı tərəfin təhdid əsasında verdiyi bütün bir növ təlimatları icra edəcək ki, bu da əsasən maddi təminatla bağlı olur. Qarşılığında ciddi pullar istənilir və bu çox uzun və ağırlı bir proses çevrilir şəxs üçün. Belə bir anlayış var, rəqəmsal higiyen, digital hygiene və əslində mən çox qarşılaşmışam ki, artıq digər ölkələrdə belə danışanda, ünsiyyətdə olanda elə insanlar var ki, ya WhatsApp-dan istifadə etmirlər tam olaraq, ya da ki, sosial mediadan öz profillərini tam olaraq siliblər. Yəni ki, məncə biz hələ də burada həmin bu mərhələyə çatmamışıq. Yəni ki, bu qədər tam anlamırıq kibertəhlükəsizlik nədir və təhlükə nədir. Daha sadə dillə desək, yəni ki, biz əlbəttə ki, korporativ hissəsini daha ətraflı danışdıq. Amma bizi, yəni fərdlər qulaq asır, bizə fərdlər qulaq asır, adi insanlar. Tam olaraq, yəni onları həmin o tip kibertəhlükə harda gözləyir və gündəlik nə etmək olar ki, həmin o təhlükədən qorunsunlar insanlar. Yəni WhatsApp-ı siləkmi, yəni ki, kredit kartlarımızın, bank kartlarımızın nömrələri hər yerdən silək. Yəni ki, nə edək? Dediyiniz məqama aydınlıq gətirmək üçün ki, sadə gündəlik fəaliyyətində bu qədər də texnologiyaya aşina olmayan insanlar da kibertəhdidlərə məruz qala bilərmi? Bəli, qala bilər. Hansısa bir rayonda, hansısa bir kənddə öz əmək pensiyasını, əmək təqaüdünü kartla alan bir yaşlı insan sadə bir formada deyək, bankomatdan öz pensiyasını çəkərkən kartı ora daxil edib prosesində kart açıq şəkildə görünür və kənardan indiki telefonların kamerasının fokuslanması kifayət qədərdir ki, heç bir şübhə doğurmadan kənardan asanlıqla kartın üstündəki detalları və ya arxasındakı hissənin şəklini çəksin və daha sonra istifadə etsin. Ən sadə məntiqlə bu belə o kart məlumatlarının başqa bir platformada artıq indi elektron ticarət və ya e-commerce dediyimiz anlayış şəxslərin identifikasiyasını tələb etmədən kart identifikasiyası ilə müvafiq tranzaksiyalara həyata keçirməyə imkan verir. Bu işin bir tərəfi və ya gənclərimiz 13-14 yaşında yeniyetmələr, 17 yaşında gəncimiz öz danışıqlarını sosial media platformaları üzərindən həyata keçirir, öz
şəkillərini sosial platformalarda paylaşır və s. və ya dediyiniz kimi WhatsApp-dan və digər sosial media vasitələrindən istifadə edir. Nə etsin, etməsinmi? Xeyr, bu bir növ sizi gözləyən təhlükələrdən yaxa qurtarmaq üçün evdən çölə çıxmamağa bənzəyir. Yəni belə yaşayacaqsa, evdən çölə çıxmadan o təhlükə zaten evdə də var və bir şey olacaqsa evdə də ola bilər. Bizim haqqında danışdığımız şey istifadə etməyək ki, qorunaq deyil. Doğru istifadə edək ki, qorunaq məntiqidir. WhatsApp əgər həyatımızı asanlaşdırırsa və innovasiya gətirirsə, tarixən 4-cü sənaye demək, amma ondan əvvəlki sənaye inqilabları dövründə dövlətlər arasında qəfildən başlayan və ciddi formada fərqlərə gətirib çıxan yanaşma da dövlətləri idarə edən şəxslərin innovasiyalara yanaşması ilə bağlı olub. Birisi innovasiyanı qorxulu və qarşısı alınmaz bir şey adlandırıb, digəri isə daha açıq fikirlə yanaşdığı üçün cəmiyyətlər arasında ciddi fərq əmələ gəlib. Dolayısıyla mən bunun qəti şəkildə əleyhinəyəm və bunun doğru olmadığını düşünürəm. Sadəcə olaraq doğru maarifləndirmə, bu doğru maarifləndirmənin də kütlələrə yayılmasının yolu Azərbaycanda təhsil hər kəs üçün məcburi və dövlət tərəfindən qarşılanan bir sistem əsasında qurulub. Dolayısıyla təhsil üzərindən bütün yetişən nəslimizə texnologiyadan doğru istifadə etmə məntiqini öyrətmək lazımdır. Bu demək deyil ki, heç vaxt heç kəs texnologiyanın qurbanı olmayacaq, amma buradakı bütün cəhdlər ona yönəlir ki, texnologiyanın qurbanı olan şəxsləri və ya cəmiyyətimiz üzvlərini minimumda tutaq. Yəni yenə məlumatsız, diqqətsiz olan şəxslər olacaq, yenə bu kimi hallar olacaq. Eynilə dünyanın heç bir cəmiyyətində cinayəti sıfıra endirə bilmədiyiniz kimi, kiber cinayətlərin də sıfıra endirilməsi ehtimalı indi real görünmür. Fərəq bəy, bayaq dedik bu professionalcasına düşünülmüş kiber hücumlardan danışdıq. İndi insanlar maarifləndikcə, bir növ belə deyək, gözləri açıldıqca bu sahədə, təbii ki, o hakerlər də, kiber hücumları edən şəxslər də yollar axtarır ki, daha hansı üsullarla mən bunu edə bilərəm. Sizin özünüzdə çox böyük bir komandanız var, hansı ki bir geçdirsiniz. Ümumiyyətlə qarşılaşdığınız və ya sizə müraciət olunan, bu sahədə belə maraqlı, fərqli, professionalcasına düşünülmüş hansı kiber hücumların şahidi olmusunuz və ya eşitmisiniz? Fəaliyyətimiz çərçivəsində olanları danışmamız doğru olmayacaq, amma mən özümlə edilmiş bir zarafatı deyə bilərəm ki, siz az əvvəl dediniz, amma mənim özümlə, mənim komanda üzvlərim çox ustalıqla bir zarafatı bir dəfə edib mənim ailə üzvlərimdən birindən e-mail göndərərək ofis şəraitində iclas vaxtı onu klikləməyimi təmin ediblər. Çünki mexanik olaraq kliklədim və çap edilməsini istənilən bir fail göndərilmişdi. Amma göndərən də mənim öz iş yoldaşlarımdan biri idi. Və nəticə etibarilə bu mənim kompüterimdəki kameranın və mikrofonun ələ keçirilməsinə səbəb olmuşdu və sonraki müzakirələrdəki 5 dəqiqəni yazıb, daha sonra mənə göstərmişdilər ki, siz belə buna düşdünüz. Bu mənim... Bilirəm, sonra sizi şantaj eləməkdir. Bu mənim kiber təhlükəsizliklə tanış olmağa başladığım dövr idi. Yəni, konkret olaraq desək, 2019-cu illərin əvvəlləri idi. Amma mənim üçün maraqlı bir hal olmuşdu ki, kiber hədə üçün potensial hədəfə çevrilmənin birinci yolu özünə arxayınçılıqdır və bunun sizin başınıza gəlməyəcəyini düşünmənizdir. Bu birinci amildir ki, çox yaxşı bir məqamı qeyd etdiniz ki, müdafiə tərəfi özünü nə qədər daha güclü etməyə çalışırsa, hücum tərəfi də bir o qədər özünü gücləndirə bilir. 2, müdafiə reaktiv, hücum isə proaktivdir. Yəni, kiber hücumu formalaşdıran birinci addım atır, kiber müdafiəni formalaşdıran, onun atacağı addıma qarşı müdafiə qurur. Dolayısıyla, gəlin qəbul edək ki, qarşı tərəf hər zaman daha yaradıcı olur. İşin, bunu ümidsizliyə düşməmiz üçün deməm, amma işin çətinliyini təmin edən digər bir məqam isə 4SIM-in də daimi olaraq üzərində tədqiqatlar apardığı, araşdırmalar apardığı AI məsələsidir, süni intellekt məsələsidir. Süni intellekti artıq kiber təhdid üçün çox aktiv olaraq istifadə edir haker qrupları və bu həmin hücumun məntiqini, hücumun arxasındakı alqoritmi müəyyənləşdirmək üçün müdafiəçi tərəfin işini daha da çətinləşdirir. Çünki o qədər mürəkkəb kombinasiyalar əsasında qurulmuş hücum olur ki, siz hücumun hər komponentini tutmaqda çətinlik çəkirsiniz. Ona görə siz də məcbur insan beyninin yanında avtomatlaşdırılmış, yəni süni intellekt əsasında avtomatlaşdırılmış müdafiə mexanizmləri qurursunuz. Amma bu qarşı tərəfin üstünlüyünü ortadan qaldırmaq üçün edilmiş cəhdir. Amma mən hər zaman bunu təhlil edərkən belə bir məqama gətirib çıxardıram ki,
qarşı tərəfə bir üstünlük daha verir. Yəni onun süni intellektdən istifadə etməsi, müdafiə tərəfinin süni intellektdən istifadə etməsini məcbur edir. Amma süni intellekti bypass etmə ehtimalı və ya süni intellekti keçə bilmə ehtimalı müdafiə tərəfinin qoruduğu bütün məlumatları, yəni bu günə qədər qoruduğu məlumatları insan beyni və ya human intelligence dediyimiz insan beyni qoruyurdusa və onu keçmək, məntiqi keçməyə əsaslanırdısa, indi süni intellekti keçmək o süni intellekti qurulmuş alqoritmi tapması ilə kifayətdir. Yəni düşünün ki, bir alqoritm qurmusunuz və hər şeyi sistemə tapşırmısınız və hücum tərəfi o alqoritmi müəyyənləşdirir. Artıq sizin müdafiə sisteminizin yarıldığına dair də məlumatınız olmadan bütün məlumatların hissə-hissə sizdən götürülməsi mümkün olacaq. Dolayısıyla kiber təhlükəsizlik getdikcə, yəni bu qədər süni intellektin və generativ süni intellektin bu qədər aktiv olaraq istifadə olduğu dövrdə kiber təhlükəsizliyə qarşı müdafiə ssenarilərinin qurulması da bir o qədər mürəkkəbləşir. Biraz ümidsizliyə qapıldım. Mən ona görə əvvəlində dedim ki, siz ümidsizliyə qapılmağı istəmirəm, amma reallıq bundan ibarətdir. Təəssüf. Yenə də mən həmin o evdən çıxmamaq ideyama qayıdıram. Açığı bu söhbətdən sonra və yenə də ola bilsin ki, bir ana olaraq mən gənclər, uşaqlar mövzusuna qayıdıram. Çünki məncə gənclər və uşaqlar həmin o qrupdur ki, ən çox təhlükəyə məruz qalırlar. Və bunu biraz aşağı salmaq üçün hansı metodlardan istifadə etməliyik? Yəni ki, nə etməliyik ki, biraz onları daha çox qoruyaq? Valideyn kimi soruşursunuzsa, mən az əvvəl də dedim, bu əslində yeni yetişən nəslin özünün daha çox maariflənməsi metodu ilə mümkün olacaq. Çünki yeni yetişən nəsil texnologiyanı bizdən daha yaxşı biləcəyi dəqiqdir. Necə ki, biz bizdən əvvəlki nəsildən texnologiyanı daha çox öyrənə bildik. Çünki indiki nəsil gözünü məhz həmin texnologiya ilə açır. Biz face recognition, üz tanıma sistemini və ya barmaq izinin sistemə daxil olması üçün istifadə olma məntiqini deyək ki, bundan 10-15 il əvvəl birini 10, digərini isə 15 il əvvəl öyrənməyə başladıq, eşitməyə başladıq, 10 il əvvəl tətbiq eləməyə başladıq. Amma indi yeni yetişən nəsil və ya 5 yaşında olan bir uşaq isə artıq face recognition sisteminin nə olduğunu başa düşür. Bu onun üçün qətiyyən sürpriz deyil. Telefon açarkən həyatın bir parçasıdır. Atanın üzünə tutmalı olduğunu dərk edir və bunu edir. Dolayısıyla 5 yaşında bununla tanış olan bir uşağın yeniyetmə dövründə daha yeni texnoloji biliklərə sahib olacağı, gənclik dövründə bunu biraz da irəlidəcəyi fakt kimi ortadadır. Amma bunu etməsi onun öz bu sahədəki savadlılığını və məlumatlılığını artırması ilə mümkün olacaq ki, məncə valideynlər və ya sistemi təmin edən komponentlər ki, bura təhsil verən və ya təhsilin keyfiyyətli verilməsini təmin edən qurumlar da daxildir. Uşaqlara doğru maarifləndirməni, doğru bilgiləri, doğru məlumatların ötürülməsini təmin etmək olacaq. İşin digər bir tərəfi də unutmayaq, doğru maarifləndirmə, texnologiya ilə bağlı maksimum bilik vermə deyirik, amma bunu da unutmayaq ki, o uşaqların içərisindən də hakerlər çıxır. Yəni, son nəticədə biliyi veririk ki, qorusun, amma o biliyi hakerliyi üçün istifadə edən uşaqlar da var. Yəni, heç kəs ortalaya bilməz ki, bugün məktəbdə IT dərsi verdiyimiz tələbələrin içərisindən heç biri sonda pis niyyətli, yəni xoş niyyətli yox, pis niyyətli haker olmayacaq. Bütün məsələ işin hansı niyyətlə istifadə olunacaqdır. Mənəvi tərəfidir. Mənəvi dəyərlər. Və ya maddi tərəfi deyək. Əgər yəni hücum edərək daha çox pul əldə edəcəyini düşünürsə, ona yönələcək. Ümumiyyətlə gənc hakerlərlə tez-tez üzləşirsiniz, yoxsa daha çox təcrübəli qruplarla? Açığı bizim komandanın özündə də var. Bizim şirkətin daxilində özümüzün də bir növ akademik mərkəzimiz olduğu üçün biz özümüz də yetişdiririk və həm hücum edənlər, yəni etik məntiqlə hərəkət edən hakerlər yetişdiririk, həm də bunun müdafiə tərəfini. Bunların hər ikisi ilə görüşürük. Hətta bunların bir-birindən maksimum ünsiyyətli olmasını təmin edirik. Çünki ən effektiv müdafiəni qurmaq hücum edənin hansı məntiqlə hücum edəcəyini və ya hücum etsəydi hansı məntiqlə hücum edəcəyini dərk etməkdir. Onlarla söhbət etmək mənə hər zaman xoşdur, amma eyni zamanda da az əvvəl Xəyalə xanım dedim, mənim üçün qorxuducu olur. Çünki bəzən belə bir effekt hiss etmək olur ki, onlar sizlə danışmaqdansa kompüterlə sizə bir şeyləri sübut eləməyi daha üstün tutur. Zaten mənim 5 il əvvəl üzləşdiyim situasiyada ondan ibarət idi ki, mənə bir şeyi sübut etməyə çalışırdılar. Fikirlə bunu əsaslandıra bilmədilər. Sonra mənim kompüterimi hacklayaraq
sübut etdilər. Aydındır. Babək bəy, biz bayaq dedik ki, tək insanlar, ayrı-ayrı şəxslər deyil də, bəzən qurumlar bu tələyə düşür, kiber hücumların tələsinə düşür və onda təbii ki, o dəyər də eyni olmur. Yəni vurulan ziyanın dəyəri eyni olmur. Burada daha böyük dəyərdən, daha böyük məbləğlərdən söhbət gedir. Bəs şirkətlər, qurumlar belə kiber hücumların olmaması üçün ümumiyyətlə nə etməlidirlər? Bunun üçün hansı həllər var? İnfrastrukturdan başlayaraq, ümumiyyətlə maariflə. Yəni burada kompleks yanaşma nədən ibarətdir? Fərdlərlə digər ikisinin, yəni şirkətlər və dövlətlərin kiber müdafiəsinin fərqi əslində çox sadədir. Dünyada artıq heç bir böyük şirkət və ya dövlət kiber təhlükəsizliyi təmin etmək üçün ancaq texnologiyalara əsaslanmır. Çünki bu da məntiqlidir. Çünki texnologiyanı müdafiə üçün istifadə edən qurum başa düşür və başa düşməlidir ki, hücumu hazırlayan o texnologiyanı alıb müdafiə üçün qurandan heç də daha az bilmir və o texnologiyanın qorunma mexanizmini necə keçəcəyini, bypass edəcəyini çox yaxşı bilir. Ona görə də artıq dünyada son 2-10 illikdir ki, qızıl üçbucaq məntiqi formalaşıb ki, bu da proses, texnologiya və insan üçbucağıdır. Və bu üçbucağı doğru formada qurmadığı müddətcə heç bir qurum, heç bir təşkilat, dövlət müəssisəsi kiber nöqteyi nəzərdən tam təhlükəsiz deyil. Zaten kiber nöqteyi nəzərdən 100% qoruma yoxdur. Yəni 99.99% qoruma ola bilər, amma 100% qoruma yoxdur. Amma dediyiniz ən effektiv qoruma metodu isə doğru texnologiyanı, doğru proseslərin yazılması ilə ahəngləşdirib, bunu nəzarət edəcək doğru insanları və ya doğru beyinləri yetişdirib təmin etməkdir. Hal-hazırda da artıq bütün beynəlxalq kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və tənzimləyici qurumlar məhz bu normanı oturtdurmağa çalışırlar. Azərbaycanda da eyni məntiqdir. İnsan, texnologiya və proseslərin doğru ahəngi. Və dediyiniz sualın cavabı ən effektiv müdafiəni təmin etməyin yolu da bu üçünü bir yerə gətirməkdir. Amma buradakı ən ümdə komponent insan komponentidir. Yəni, ən zəif bənd də insandır, ən güclü də. Bir müəssisə əgər mükəmməl kiber təhlükəsizliklə bağlı mükəmməl texnologiyalar alır, prosesləri formalaşdırır və ən yaxşı kiber müdafiə təcrübəsi olan şəxsləri işə götürür və onların məbləğlərini ödəyir. Amma deyək ki, insan resursları və ya maliyyə komandasında bu sahədə biliyi olmayan və gələcək e-maildə ilk linki klikləyəcək və həmin o icazəsiz müdaxilə cəhdini etmək istəyəni şəbəkəyə buraxacaq bir şəxsi də işə götürür. Bu qədər düşünülmüş sistemi quran şirkətin gücü yox, gücsüzlüyü və ya zəifliyi həmin o insan resursları və ya maliyyə departamentində IT sahəsində biliyi olmayan şəxsdir. Yəni burada əslində şirkət və qurumlarda öhdəlik tək kiber təhlükəsizlik departamentinin deyil. Ona görə prosesləri vurğulayıram. Proseslərin içərisində tutaq ki, bütün komandaların IT və kiber üzrə minimum biliklərə sahib olması, təlimlər alması və s. var. Yəni proseslər doğru yazılmasa, texnologiya və insanın orada olması əhəmiyyət daşımır. İnsan yerində deyilsə, yəni insan beyni ilə, məntiqi ilə sistem tənzimlənmirsə, proseslərin və texnologiyaların bir yerdə olmasının əhəmiyyəti yoxdur. Aydındır. Babək müəllim, çox sağ olun. Çox maraqlı bir mövzuydu. Məlumatlıyıq artıq. Ümid edirəm ki, bizi izləyənlər və bizə qulaq asanlar da məlumatlıdır. Heç olmasa hardasa təhlükəsizliyə bir addımdır ən azı. Çox sağ olun, çox faydalı oldu. Siz sağ olun dəvət üçün. Mənim üçün də xoş oldu bu cür əhəmiyyətli məsələni sizlərlə müzakirə etmək. Təşəkkürlər. Təşəkkürlər Babək bəy. Biz Tək Nəsli podkastının növbəti kiber təhlükəsizliklə bağlı olan mövzusunu yekunlaşdırırıq dostlar. Bir daha qeyd edim ki, bizim podkastlarımıza 4SIM-in və Women in Tech-in birgə əməkdaşlığı çərçivəsində baxırsınız. Bizi izləməyə davam edin. Sosial şəbəkələrdən bizim podkastlarda altda komment bölməsində istənilən şərhlərinizi və gələcəkdə görmək istədiyiniz mövzuları qeyd edə bilərsiniz. Təşəkkür edirik. Sağ olun.